Herkes salamlayıram. Bugün yazacağımız integral Dembovic'dən 1837-ci integralın həlli üstü olacaq və həllini yazmağa çalışacağımız integral bu şəkildədir. Nömrə 1837 integral surətdə dx, məxrəcdə isə x kvadrat minus x plus 2 bərabərdir. Verilmiş bu integralı həll etmək üçün biz məxrəcdə belə bir mötəriz yaratmağa çalışarıq. Yazarıq. X minus 1 bölünsün 2'nin kvadratı plus 4'te 7. Eğer biz bu ikilinin kvadratının açılışını yazsaq, x kvadrat minus x yaranacaq. Plus 4'te 1 plus 4'te 7 bizə nəyi verəcək? Əvvəlki integralın məxrəcini. Onda surətdə də yazaram d x minus 1 bölünsün 2. Yani x minus 1 bölü 2 yaratmanın diferensial işarəsi qarşısında heç bir fərqi yoxdur, maniyəsi yoxdur. Əgər biz x minus 2 ilə 1-in törəməsini tapsaq, bizə nəyi verəcək? Verilmiş integralın surətini verəcək. Birinci integralın surətini. Bundan sonra əgər x minus 1 bölünsün 2 bərabərdir bir t əvəzləməsi aparsan, bu əvəzləməni verilmiş bu integralı nəzərə alsam, onda bizim integralımız hansı şəklə düşəcək? dt bölünsün t'nin kvadratı plus 4'te 7. Bu da bərabərdir. Bundan sonra biz məxrəcdən 4'te 7'ni integral işarəsi xaricə çıxardarıq. Məxrəcdən 4'te 7'ni integral işarəsi xaricə çıxardarıq. Oldu. Məxrəcdə 7'də 4t'nin kvadratı plus 1 surətdə də oldu d t. Bu da bərabərdir. Deməli 7'də 4 integral məxrəcdə olar 7'də 4t'nin kvadratı plus 1 surətdə də t olduğu kimi qalır. Bərabərdir. Yazarıq. 7'də 4 integral məxrəcdə olduğu kimi saxlayıram. Məxrəcdə olur 7'də 4t'nin kvadratı plus 1. Surətdə isə diferensial işarəsi altında, yəni yazaram d kök altda 4t bölünsün nəyə? Kök altda 7'yə. Diferensial işarəsi altında kök altda 4 bölünsün kök altda 7 əlavə yaratdığımız üçün onun diferensial işarəsi qarşısında da bunun tərsini yaradaram ki, diferensial işarəsi qarşısından kök altda 4 bölü kök altda 7 çıxanda ixtisar getsin və bu integralın surətinə bərabər olsun. Olacaq kök altda 7'yə. Bu da bərabərdir. Kök altda 7 bölü kök altda 4'də integral işarəsi xaricə çıxartsam, qalar kök altda 4 bölünsün kök altında 7 integral. Bundan sonra əgər mən kök altda 4t bölünsün kök altda 7'yə bir y desəm, yəni əgər kök altda 4t bölünsün kök altda 7'yə bir y desəm, bu əvəzləməni bu integralda nəzərə alsam, onda olacaq d y bölünsün y'nin kvadratı plus 1'ə. Bu integral bizə artan isə y verəcək. Olacaq kök altda 4
bölünsün kök altında 7. A tangens y plus c. Bu da bərabərdir nəyə? Apardığımız bu əvəzləməni əvvəl cavabda nəzərə alırıq. Bizim cavabımız olur. Kök altında 4 bölünsün kök altında 7. A tangens y-in yerinə yazarıq. Kök altında 4 kök altında 7 yazarıq y-in yerinə. Kök altında 4 bölünsün kök altında 7 plus c-yə. Bundan sonra biz nəyə t demişdiksə, t-ni yerinə nəzərə alarıq. Çünki biz 2 dəfə əvəzləmə aparmışdıq. Ona görə bizim inteqralımızın cavabı olacaq. Kök altda 4 bölünsün kök altda 7 r tangens. Demək, t-ni yerinə yazarıq. T-ni yerinə yazarıq x minus 2-də 1. Onu da 2-yə vuranda kök altda 4-dən də 2 çıxdığı üçün 2-yə vuracaq. X minus 2-də 1 olacaq. 2x minus 1 bölünsün nəyə? Kök altda 7-yə. Kök altında 7 plus c. Deməli, bizə verilmiş bu inteqralın cavabı sonda nəyə bərabər olur? Kök altda 7-də kök altda 4 arctangens 2x minus 1 bölünsün kök altda 7 plus